26 dekabr 1963-cü ildə Ələddin və Ziyadə Məmmədovlar ailəsinin ilk övladı dünyaya gəlir. Tağı babasının tövsiyəsi ilə adını Müstəqim qoyurlar. Mən Qırğızistan SSR-ni o şülayətindən adam olmuşam. Bir müddət orada yaşadıktan sonra işlə əlaqədar atam Şəki şəhərinə köçməli oldu. Mənim yaşadığım qəsəbənin Şəki rayonunda xüsusi əhəmiyyəti olan bir qəsəbə idi və ora xüsusi diqqət yetirirdilər. Müstəqim müəllim uşaqlıq illərindən öz mədəni, mehriban, məsuliyyətli davranışı, elmə, təhsilə olan marağı ilə həm ailə üzvləri, həm də öz müəllimləri tərəfindən sevilməyə başladı. Salam. Salam müəllim. Maşallah yaxşıdır. Yenə də bizim vaxtlarda olduğu kimi təsdiqirsiniz. Uşaqlar, Müstəqim müəllim bu sinifdə birinci sinifə gedir. İndi mən sizi tanış edirəm öz şagirdimlə. Müstəqim müəllim həm atadır, həm babadır, həm də gözəl ailə başçısıdır. Vaxt gələcək, siz də belə gözəl sənətin sahibi olacaqsınız. Müəllimlərinizi görəndə ona həmişə arzulayacaqsınız, onunla görüşəcəksiniz. Biz onunla fəxr edirik, qürur duyuruq, bizim belə oğullarımız var. Müstəqim mənim üçün ən çox yadda qalan, ən yaxın şagirdlərimdən biri olmuşdur. Müstəqim bu Şəki rayonu Turan qəsəbə Tamaşa məktəbində oxuduğu müddətdə məktəbin riyaziyyat təmayüllü sinif təşkil olunmuşdu. Həmən sinifdə də riyaziyyatı mən tədris edirdim. Müstəqim də həmən sinifdə təhsil alırdı və sinifin əlaçısı idi. E, 60 illik əslində bir hesabat dövrüdür. Bir belə deyək, ziyalı, müəyyən təhsil universitetləri qurtarmış, ən azından bizim məktəb töhfə veribdir. Məktəb bizi bu yetirib, bu yerlərə gətirib və məktəbi unutmuruqsa, deməli bizim həqiqətən də təhsilimiz möhkəmdir, savadımız möhkəmdir. Məktəbimizə sayğımız, bizə dərs deyən müəllimə hörmətimiz, sayğımız vardı. Mən ona görə də bir yaxşı mənada özümə də örnək götürdüm. Mən hər ziyalıdan, hər savadlıdan deməli durmamalıyam, daha da qabağa getməliyəm. Daha da öyrənəcəyim hələ çox şey var deyə özümə də bir tövsiyə götürürəm. Yaxşı mənada həmin şəxslərdən də örnək götürürəm. Biz uşaqlıqdan, yəni 1-ci sinifdən 10-cu sinifə qədər bir yerdə oxumuşuq. O Müstəqim haqqında çox şey deyə bilərəm. Ailə canlı, mehriban, dost kimi, həmçinin yoldaş kimi, hər zaman nikbin bir insandır. Ailə həyatında da çox məsuliyyətli ailə başçısıdır Müstəqim müəllim. Hal-hazırda olduğumuz məkan Şəkinin 18-ci əsrə aid memarlıq abidəsi. Çox böyük bir sirlərlə dolu, çox böyük tarixlə dolu bir abidə olmaqla yanaşı, həm də baxanda bura bir maraqlı bir sintez görürsən. Tağların bir-birinə birləşməsi, tağların bir-birindən ahəng olması sanki böyük bir ailəni xatırladır. Ailə üçün mən də çox şeylər eləmişəm.
Sözsüz ki bizim ailənin formalaşmasında, övladlarımızın cəmiyyətdə düzgün mövqe tutmasında həyat yoldaşım Yeganə xanımın da xüsusi əməyi vardır. Necə ki bu tağlar bir-birini möhkəm saxlamaqla illərlə, 300 ildir artıq bu böyük bir təməl üzərində dayanıbdır və indən sonra da əsrlərlə davam eləyəcək bu Karvansara binasına çox adam gələcək, çox fikirlər söyləyəcək. Ancaq mən hesab edirəm ki, ailədə də əgər təməl möhkəm olarsa, bu tağlar kimi bir-birinə bağlantılıq çox olarsa, möhkəm olarsa, bu ailənin də gələcəyi təməli üzərində qurulmuş böyük bir ailə çox şeylərə nail ola bilər. Ailə qurmaq asandır, amma ailəni qoruyub saxlamaq çətindir. Bizim də çox çətinliklərimiz olur. Bu qədər çətin yollardan keçmişik, heç də yolumuz hamar olmuyor. Amma çox şükür ki 35 ilimizi geridə qoymuşuq. Layiqli evlatlar yetişdirmişik. Ailəsinin qədrini bilən insandır, ailəsinə hörmət qoyan insandır, balalarını çox istəyən atadır, nəvələrini çox istəyən babadır. Bir ata olaraq ən böyük xoşbəxtlik və uğur tək iş həyatı ilə yox, doğru şəkildə tərbiyə və təhsil verib böyütdüyü övladlarıdır. Fərdin cəmiyyətdə müəyyən mövqe tutması üçün valideynlərin mənəvi emosional dəstəyi çox vacib bir məqamdır. Atam həyatı boyu insanlara qarşı çox alicənab, bəğikeş, insani xüsusiyyətləri çox yüksək səviyyədə olan bir insandır. Mən düşünürəm ki, bu bizim fərd kimi formalaşmağımızda çox böyük önəmə malikdir. Uşaqlıq həyatında, gənclik həyatında, təhsilində, ümumiyyətlə həyat yolunda, inkişafında, gələcəyə baxışında atamın böyük rolu olmuşdur ki, mənim 2 ali təhsil almağıma, prokuror orqanlarında çalışmağıma, uşaqlıq həyatımı onun yol göstərən, kifayət qədər bilikli və gələcəyə doğru addımlar atmağıma mənə şərait yaradan atamın borcuyum. O sevincini paylaşdıqca ondan zövq alan bir insandır. Çətinliyi isə öhdəsindən məharətlə gələ bilən bir adamdır. Müstəqimin keçdiyi həyat yolu biz həmişə fəxrlə izləmişik. Müstəqimin keçdiyi həyat yol bizim hər birimizə örnək olub. Hər birimiz onun keçdiyi yolla fəxr eləmişik. Hər birimiz onun gördüyü işlərlə həmişə qürur duymuşuq. Müstəqim ailəmizin ilk övladı olduğuna görə valideynlərimiz onun haqqında xüsusi arzuları olub. Ümidlər, diləklər sonsuz asiman, ürəkdən ürəyə qonan quşdur. Hələ bu dünyaya göz açmamışdan neçə min arzuda doğulmuşdur. Valideynlərinə qayğıkeş, böyük hörmətlə yanaşan bir insan olub.
həm yaxşı ailə başçısıdır, həm yaxşı atadır, həm yaxşı qardaşdır, həm yaxşı dostdur. Mən keçmiş SSR dövründə hərbi xidmətdə olanda Moskva ətrafı bölgədə idim. Ora mənim yanıma gəlib, mənim üçün ayrı bir ev tutub, məzuniyyətə çıxarıb və bir yerdə qalmışıq və mənə Azərbaycan mətbəxindən yeməklər hazırlayıb. Yəni bu çox yadda qalan bir günlər idi mənim üçün. Qardaşım bizim ailəmizin böyük övladı olmağından həqiqətən də bizə həmişə böyüklük edir, bizə doğru yol göstərir. Biz onu hər dəfə ailəmizin böyük qardaşlarımızın içində həmişə ona bir mayak, bizə yol göstərən demişik. Mən qardaşım haqqında çox söz deyə bilərəm. Qardaşım fəal şagird olubdur. Gözəl qarmon çalma, saz çalma alətlərdə ümumiyyətlə əksəriyyətində savadı yüksək olduğu üçün bu tədbirlərin əksəriyyətində demək olar hamısında iştirak edirdi. O cümlədən futbol yarışlarında da fəal iştirak edir. İnstitut dövrlərindən danışası olsaq, ali təhsili Şəhid Mühəndisləri İnstitutunu qurtardı. Çox yaxşı oxuduğuna görə, əlaçı olduğuna görə hətta onu Moskvaya oxumağa göndərdilər. Həm qardaş kimi, həm evlad kimi çox qayğıkeş, diqqətli qardaşdır. Arxanda böyük bir insan ordusu, əzizlərin, doğmaların və onları layiqincə yetişdirmiş, onlara örnək olmuş, onlara dəstək olmuş, sənin adına, soyadına layiqli bir insan olmağa kömək etmisənsə yetişdirməyə. Məncə bu çox yaxşı bir haldır ki, Müstəqim müəllim bunu bacarıb. Müstəqim müəllim çox həyatsevər bir insandır. Biz onun 70 illiyini, 80 illiyini, hətta 100 illiyini belə qeyd edəndə daim bu həyatsevərliyi, o eşqi içində daim qalsın. Həmişə onu belə görmək istəyirəm. Mən artıq 8 ildir ki, bu ailənin gəliniyəm. Lakin gəldiyim ilk gündən etibarən özümü bu ailənin gəlini kimi yox, kiçik bir qız evladı kimi görürəm. Və bu da ailəmizin başçısı olan atamızın öz evladlarına qarşı olan qayğısı nəticəsindədir. Mən ilk gündən onu özümə ata kimi görmüşəm, çünki o da mənə öz evladı kimi münasibət göstərir. Həyatın ən sevimli meyvəsi, ömrünə xoşbəxtlik hissi verən, bu dünyanın ən şirin neməti nəvələrdir. Мой дедушка очень добрый, хороший и жизнерадостный человек. Я хочу, чтобы он был всю жизнь таким. Я поздравляю его от всей души. Мой дедушка хороший человек. Я хочу, чтобы всегда у него на лице была улыбка. И я хочу, чтобы мой дедушка всегда был счастливый, хороший, zaботливый. Yaman sevirəm babam yaman, ayrılmaram mən ondan bir can. Öpə özündən o dönə-dönə, şirin nağıllar danışar mənə. Sözü söhbəti şəkərdir şəkər, belə babadan da kimə çəkər.
edirəm, təbrik eləyirəm. Yaman sevirəm. Babamı yaman. Ayrıram onu. Ora mizan. Öper yüzündən. O dönər dönər. Şirin ağırlar. Danışır mənə. Öz söhbəti. Şeker şeker. Belə babadan. Kimə çəkər? Hamını Ankara'dan salamlayıram. Bugün mənim çox sevimli böyüyəmim müstəqim əminin 60 illik yubileyidir. Əmim həmişə ətrafındakı hamıya xüsusi qayğı və diqqətlə yanaşır. Buna görə də hamının qəlbində çox böyük, əziz bir yeri var. Onunla ən balacağından bəri xatirələrim yadımdadır. O, bütün ailə üzvlərinin təhsilinə çox önəm verir, qabiliyyətlərini önə çıxarır, həm insanı daha da həvəsləndirir. Misal üçün deyə bilərəm ki, hər bizim evdə yığıncaq olanda o məni çağırır, mənlə bir yerdə pianoda ifa edir, məndə musiqiyə daha çox həvəs yaradır. Əmim ad günlərində hamının özəl gününün xüsusilə gözəl keçməsinə diqqət yetirir. Həmin günlərdə məşğul olanda belə iştirak edir, öz ürək sözlərini deyir. O, ümumiyyətlə ailədə həmişə hər işdə hamının məsləhət üçün öz tutduğu ailə başçısıdır. Kiçik və ya böyük olmasına baxmayaraq, əmi hamının işinə köməkliyi göstərir, hamı üçün hər işdə yol açır. Hamıya Nyu-York şəhərindən salamlar. Mən bugün müstəqim əmmə ad günü, 60 illik yubileyi münasibəti ilə təbrik etmək istəyirəm. Ona uzun, xeyirli, xoşbəxt, sağlam ömür arzulayır. Ürəyindəki bütün arzulara xeyirlisi ilə satsın, yeganə ilə bir yerdə övladlarla, nəvələrlə xoş günlərini görsünlər, nəticə görsünlər inşallah. Mən ibtidai sinifdə oxuyanda bizim sinifin əlaçılarından müsahibələr götürülmüşdü və davamçılar kitabı yazılmışdı. Bu kitabda mənim haqqımda məqalə çap olunanda məqaləmin başlığı əmsinin şərəfli yolunun davamçısı olaraq qeyd olunmuşdu. Həmin müsahibədə mən demişdim ki, hər zaman əmmi nümunə götürmüşəm, onun yolundan davam eləmək istəyirəm. Elə indi də fürsət düşür, bir daha təşkil edir ki, biz hamımız həmişə əmmimizi nümunə götürmüşük, onun yolundan davam eləməyə çalışmışıq. Bundan sonra da inşallah müstəqim əmmiyə böyük ailəmizin başında həmişə olduğu kimi möhkəm, sağlam durmaq arzulayıram. Bir daha əmmini ad günü münasibəti ilə, 60 illik yubileyi münasibəti ilə təbrik edirəm. Bakı Dövlət Universiteti mənim üçün çox əziz bir məkandır. Ona görə əzizdir ki, həm mən burada təhsil almışam, hüquq təhsilini, həm də uzun müddət bu təhsil ocağında fəaliyyət göstərmişəm, işləmişəm. Keçdiyi həyat yolunda müstəqim müəllim hansı vəzifədə, hansı işi görməyindən asılı olmayaraq öz işinə hər zaman yüksək məsuliyyətli tələbkarlıqla yanaşıb. Mən müstəqim müəllimi 1982-ci ildə, yəni Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olduğumuz ildən tanıyıram. Talih elə gətirib ki, biz həm tələbəlik illərini bir yerdə keçirmişik, həm də hərbi xidmətə də məhz bir yerdə yollanmışıq, bir yerdə hərbi xidmətimiz olub. Bizim aramızda olan dostluq, yoldaşlıq, münasibət məhz bax o illərdən başlayır. Müstəqim müəllim həm gözəl dost, həm etibarlı yoldaş, həm gözəl ailə başçısı, atadır. İnsan həyatında xatirəsi, işığı bir ömrə bərabər olan illər, günlər var ki, insan həmişə o hisslərlə yaşayır, ömrünün axına qədər onunla bəhrələnir. Mənim də bu dövrlərdə qazandığım dostlardan biri müstəqim müəllimdir. Yüksək göstəricilərimiz, hər ikimiz universitetə qəbul olmuşuq və tələbəlik illərini bir yerdə yaşamışıq. Ümumiyyətlə, müstəqim müəllim öz növbəsində bizim tələbə yoldaşlar, dostlarımız hamısı belə mehribançılıq bizdə çox yüksək səviyyədə davam edir və bunu kənar yoldaşlar, hər hansı bir tələbəlik həyatı keçən yoldaşlar bizə baxanda həsəd aparırlar həmişə. Bir qayda olaraq yubileyi hesabat kimi qəbul edirlər. 60 ilin hesabatı
təbii ki, çox zəngin olur. Bura daxildir uşaqlıq illəri, gənclik illəri, yetkinlik illəri, müdriklik, ziyallıq illəri. Görürsünüz, bir insan 60 yaşa gələnə qədər nə qədər həyat yolu keçir. Ancaq bu yolun içərisində mən xüsusilə qeyd etmək istəyirəm ki, gənclik dövründə insanın gələcək yetkinlik düşüncəsi formalaşır. Və bu yaşda insan həyatı dərk eləmək, həyatda özünə yol seçmək, ailə baxımından ailə qurmaq, bütün bunlar hamısı o gənclik dövrünə düşür. Müstəqim müəllim bu dövrdə doğrudan da düzgün yol seçibdir. 3 ali məktəbdə oxuyubdur. Hərəsi bir istiqaməti müəyyənləşdirir. Və sonra bu istiqamətlərin hər üçündə də demək olar ki, çalışıb işləyibdir. Və bunları bu 3 istiqamətin üçünü də ümumiləşdirərək doğrudan da həyatda inkişaf üçün düzgün yol seçibdir. İstər Milli Təhlükəsizlik Nazirliyində çalışarkən, istər Bakı Dövlət Universitetində çalışarkən və digər sahələrdə çalışarkən Müstəqim müəllim həmişə özünün inzibatçılığı ilə, təşkilatçılığı ilə, idarəçiliyi ilə ətrafındakı olan insanların hörmətini qazana bilibdir. Çində Guangzhou şəhərində və İbu şəhərində, bir neçə şəhərlərində biz ezamiyyədə olduq. Bəzən adamlar soruşurlar ki, qardaşın necədir? Dostu necə? Deyir, səfərə çıxmamışam onunla birlikdə, yəni gərək səfərdə olasan. Və təxminən bir 15-20 günlük biz o səfərdə olduq. Və səfər müddətində onun zəhmətkeşliyi, çalışqanlığı, istiqanlığı və s. onda olan müsbət keyfiyyətləri zaman-zaman ortaya qoydu və bizim artıq münasibətlərdə istiləşmə getdik. Ailənin böyük övladı öz ailənin ağırlıq mərkəzini istər mənəvi tərəfdən, istər digər tərəfdən öz üzərinə götürür. İstərsiniz o insana qarşı səndə hörmət münasibət yaranır. Və sonraki illərdə də yenə talibimizi bir yerdə uzun müddət sınağa çəkdi. Mən çox şadam ki, Müstəqim müəllim bu sınaqdan alnı açıq çıxdı. İnsana xas olan o xüsusiyyətlər, vətənpərvərlik, vətənə sədaqət, dostla olan münasibətlərin, bütün bunun hamısı onda cəmləşib. Elə qısa bir misal götürə bilərəm ki, o Covid məsələsi ortalığa çıxanda Müstəqim müəllim birinci olaraq və mənasız o Xanoba postundan Rusiyada yaşayan bizim vətəndaşları gətirib yerləşdirmişdi öz atellərindən. Moskvada ali məktəbi bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Hidrotexnika və Melorasiya İnstitutuna göndərildim. Bir müddət burada kiçik elmi işçi vəzifəsində çalışdım. Elə bu ərəfədə Milli Təhlükəsizlik Nazirliyində xidmət etmək təklifi aldım. Açığını deyim ki, 90-cı illərin əvvəllərində Respublikada ictimai-siyasi vəziyyət çox gərgin idi. Düşmənin xarici xüsusi xidmət orqanları ölkəmizdə separatçı qüvvələri dəstəkləməklə Respublikanı parçalamağa, terror, təxribat aksiyaları keçirməyə cəhdlər göstərirdi. Belə bir zamanda bu kimi təhdidlərin qarşısının alınması üçün Milli Təhlükəsizlik orqanları qarşısında çox ciddi vəzifələr dururdu. Bu gərgin vaxtlarda təhlükəsizlik orqanlarında xidmət etmək olduqca çətin, məsuliyyətli və eyni zamanda çox şərəfli idi.
Mən onu təbrik edirəm. İstərdim ki, evlatları da onun yolunu davam elətdirsinlər. Müstəqimə bu yubiley yaşı ilə əlaqədar ona möhkəm can sağlığı arzulayıram. Həyatda çoxlu uğurlar arzulayıram. Mən müstəqimə onu arzulayıram ki, Allah ona can sağlığı versin. Uzun ömür versin. Həmişə ailəsinin başında olsun. Mən ona xoşbəxtlik, can sağlığı arzulayıram. Təbrik edirəm. Xoş xatirələrlə görüşməyi Allah bizə qismət eləsin. Arzu edirəm 100 yaşasın, sağlam yaşasın. Qardaşımı yubiley münasibəti ilə təbrik edirəm. Hər insan fəaliyyətində, həyatında mənə elə gəlir ki, bu cür müsbət xasiyyətlərlə çox az adam olur. Mən Müstəqim müəllimi ürəkdən təbrik edirəm. Ona can sağlığı arzu edirəm və ən gözəl arzularımı ona çatdırmaq istəyirəm. Arzu edirəm ki, hər zaman ailəmizin başında olsun. Baba, ad gün mübarəsə çox deyirəm, təbrik edirəm. Sənə yazılmış şeyi də təbrik eləmək istəyirəm. Böyük bir ailənin böyük dayağı, zəhmətkeş, qayğıkeş, əziz adamsan. Qürurla, fəxrlə deyə bilirəm, əvəz olunmayan əziz babamsan. Arxa dağımız, baş çarcımızsan. Yaradan səni çox gəlməsin bizə. İlahi ömrünə ömür çalsın. Müstəqim babamız gəlməsin gözəl. Allah'tan bir arzu, bir dileğim var. Gelen illərini yaşa baxdiyar. 60 yaşdadır ki, yüzü vur başa. Ömründən fərəh al, gəz diyar. Sənin ışığına yol gedirik biz. Sən neçə ocağın, nurusan baba. Qəlbin mərhəmətli, ömrü şərəfli. Gəlməz bu dünyaya sənin tək adam. Sizdən danışmağa dildə acizdir. Ən gözəl sözlərə layiq adamsan. Ad günün, şad günün mübarək olsun. Mən çox şanslıyam, mənim babamsan. Я желаю ему, чтобы всегда у него в жизни все получалось отлично. Я поздравляю дедушку с днем рождения. Ona gələcək ömründə ancaq uğurlar, xoş günlər arzu edirik. Və həmişə belə gülər üzlü, vətənpərvər və xoşbəxt olsun. Uzun ömür, sağlam ömür, can sağlığı arzulayıram. Və hər zaman ailəsindən, övladlarınla və bizlərlə bir yerdə bir arada olmağı arzulayıram. Və 60 illik yubileyiniz mübarək olsun deyirəm. Əziz və yetişməkdə olan gənc nəslin davamçıları, unutmayaq ki, bu həyat yolunda insanı uğura aparan yol dürüst şəkildə, yorulmadan və xüsusi əzmkarlıqla həyatın hər çətinliyinə sirə gələrək doğru addım atmaqdan ibarətdir. Bugün biz Müstəqim müəllimin həyat yoluna baxdıqda, onun necə güclü, səbirli, əzmlə, yorulmadan öz gənclik və tələbəlik illərini xalqına, millətinə və dövlətinə xidmət göstərməyinin şahidi oluruq. Sağlam yaşayın, dəyərli Müstəqim müəllim. Siz yaşadıqca yaradın ki, biz də sizdən örnək alaq. 60 yaş yubileyiniz mübarək.